Əmican, neçə yaşındasınız? Hesap edersin. 75-80. Ha ha. Benim oğlumdan soruş. Bağışlayın, neçə yaşınız var? Onlar dayına 78, 80. Aho, heç sözüm yoxdur. Oğlun 80 yaşı olanda, bəs onun atası neçə yaşında olar? Təəccüblənməyin, yaşı 100-dən yuxarı olan belə qocalar Azərbaycanda çoxdur. Məsələn, Azərbaycanın ən səfalı yerlərindən biri olan Dağlıq Qarabağ. Burada hər 100 min nəfərdən 144-ünün yaşı 100-dən yuxarıdır. Biri elə Nəsir Qasımov, 115 yaşı var. Təzəgül Ağacanyanın da yaşı onunkindən az deyil. Madam Qarabağa gəlmişik, gəl yolumuzu Şuşa rayonunun Səfxanlar kəndindən salaq. Burada Hüseyin Dadaşov və onun arvadı Əsmət yaşayır. Yaşıddırlar. İkisinin birlikdə 246 yaşı var. Onda bunların gümüş, qızıl toyları çoxdan keçib. Lap brilyant, platin toyları da keçib. Bəs sonra bundan oyanası mümkündür? Mümkündür. Hüseyin kişi ilə Əsmət 105 il bundan qabaq evləniblər. Bəs sizcə yaşı 150-dən yuxarı olanlara hansı toy eləmək lazımdır? Var. Şirin babanın məsələn 152 yaşı var. Ömrü boyu piyada gəzib. Bağ, dirlikdə işləməyi çox sevir. 144 il olar, əli həmişə işdədir. Belə yaşda bu qədər işləmək çox deyilmi? Nə danışırsınız? Onlar işdən zövq alırlar. Bizim qocalar, iş canın cövhəridir deyirlər. Bu isə bizim Şirəli babadır. Şirəli Müslümov. Eşitmiş olarsınız, onun 164 yaşı var. 164? Bizim Şirəli baba gənclərə öz yaşayış tərzindən danışmağı çox xoşlayır. O danışır ki, mən elə indi də çox erkən dururam. Hər gün səhərlər piyada meşəni gəzirəm. At minməyi də çox xoşlayıram. At belində gəzmək adamı gümrah edir. Səhər yeməyindən sonra nahara qədər bağda qurdalanıram.